Salam, hörmətli və dəyərli izləyicilər. Yenə biz qısa olaraq, qısa videolarda biz çalışacağıq ki, əsas məqamlara toxunaq və nə isə öyrənməyə çalışaq. Ümid edirəm ki, əvvəlki videolarımızda da nə isə öyrənə bilirik və bu dəfə sizin xahiş və istəklərinizi yerinə yetirə bilə bölməsinə yazın ki, hansı mövzu ilə çətinlik çəkirsiniz və həmin mövzuda az da olsa sizə məlumat verim, həmin mövzular üzrə videolar çəkim. Deməli, bugünkü ümid edirəm əvvəlki videoda da geri dönüş eləyib, refleks eləyib, yəni videonun sonunda nə öyrəndiyiniz haqqında məlumat yazmısınız. Deməli, birinci okean dibinin relyefi, yəni bugün biz okean dibinin relyefindən danışacağıq və burada görüldüyü kimi okean dibinin relyefi müxtəlif hissələrdən ibarətdir və həmin hissələr gəl bir-bir müzakirə eləyək. Birinci, materik dayazlığı, buna başqa adı şelf də deyilir. Burada da verilib materik dayazlığı və yaxud da şelf. Materik dayazlığı və şelf əsasən deyək ki, 200 metrə qədərdir. Yəni quru səthindən 200 metr dərinliyə qədər şelf zonasıdır. Və həmin şelf zonasında çökmə süxurlar üstünlük təşkil edir. Çökmə süxurlar üstünlük təşkil edir. Bu da həmin şelf zonasında adətən faydalı qazıntıların, yəni neft, qaz, yanar faydalı qazıntıların çıxarılması nəticələnir ki, dedik ki, çökmə süxurları olan ərazilərdə adətən daha doğrusu yanar faydalı qazıntılar çıxarılır. Ona görə də bütün dünya okeanında neft əsasən şelf zonasından çıxar. Əsasən, deyək ki, digər ərazilərdə ola bilər, əsasən şelf zonasından çıxarılır. İkinci, materik yamacı, burada da göründüyü kimi, burada da görünür materik yamacı. Materik yamacı adından görünür yamac hissəsidir. Yəni, okeanın, yamac hissəsidir. Bu yamac hissəsi 200-dən 1500 metrə qədər dərinlik arasındadır. 1500 metrə qədərdir. Meyilliyi çoxdur. Burada deyil, çökmə süxur qatı nazikdir. Yəni, meyillik o qədər çoxdur ki, burada çökmə süxur qatı toplana bilmir. Və deyək ki, okean ilə dalğaların, okean təsiri ilə deyək ki, çökmə süxur qatları orada formalaşa bilmir. Çünki həm meyillidir, həm də sonra orada toplanmağa icazə vermir. Sonra növbəti gəldi materik ətəyi. Materik ətəyi isə yamacdan sonra gəlir. 1000-1500 metrdən 3000 metrə qədər dərinliyə qədər ərazilərdir. Yəni, bu 3000 metrə qədərdir. Ərazilərdədir. Deməli, burada bir cümlə var. Bu ərazi materik və okean yer tipli yer qabının sərhədindədir. Materik və okean tipli yer qabı nədir? Materik tipli yer qabı 3 qatdan ibarətdir. Qranit, deməli, qranit, aşağıdan yuxarı, daha doğrusu bazalt, ən aşağıda bazaltdır. Bir də çökmə. Bu formadadır. Birinci, deməli, bazaltdır. İkinci qranitdir. Üçüncü isə çökmədir. Bu, materik tipli yer qabıqdır. Və deyir ki, okean tipli yer qabının sərhədindədir. Okean tiplidə isə, qranit qat yoxdur. Yəni, materik tipli yer qabığında qranit qat yoxdur. Bazalt onun üzərində çökmə süxurudur. Amma materik tipli yer qabığında isə, deyək ki, qranit, bazalt və çökmə üç təbəqədən ibarətdir. Okeanda isə qranit qatının yarana bilməsinin səbəbi adətən kitablarda yazılır ki, okeanın, yəni təzyiqinin nəticəsində, suyun təzyiqi nəticəsində deyək ki, vulkan daha da yuxarılara qalxa bilməmiş və orada qranit qat yaranmamışdır. Müxtəlif fikirlər var, yəni bu fikirlərdən biri də belədir. Buna görə orada qranit qat yaranmayıb. Okean tipli yer qabı, materik tipli yer qabı sərhəddir. Yəni, burada bunların ikisinin sərhədində burada qranit qat yoxa çıxır, yəni olmur. Sonra növbəti okean, orta okean yatağı abissal düzənliklər. Abissal düzənliklər orta okeanın hamar səthə malikdir. Okean dibinin əsas hissəsini təşkil edir. Əsasən düzənliklərdən ibarətdir. Sonra növbəti gəlir orta okean silsiləsi. Orta okean silsiləsi, ən böyük orta okean silsiləsi Atlantik okeandadır. Orta okean silsiləsi necə olub yaranır? İki litosfer tabaqası bir-birinə aralananda konvergent
daha doğrusu divergent olanda, aralananda buradan mantiyadan lava çıxır yer səthinə və burada soyuyaraq Orta Okean sıra dağlarını əmələ gətirir. Ən böyüyü də deyək ki, daha doğrusu Atlantik Okeanında yerləşir. Sonra gəlir novlar ən sonda. Novlar nədir? Ensiz dərin çökəkliklərdir. Necə olur əmələ gəlir? Məsələn, ən böyük novlar Cənubi Amerika ilə tabası ilə Naska tabası toqquşaraq, Cənubi Amerika tabası deyək ki, Naska tavası Cənubi Amerika tavasının üzərinə bu formada daxil olur, altına daxil olur və Cənubi Amerika tavası onun üzərinə qalxır və burada nov əmələ gəlir. Burada Peru novu, sonra Mariana novu misal göstərə bilərik. Novlar iki litosfer tavalarının bir-birinin üzərinə çıxması və ya bir-birinə toqquşması nəticəsində, əsasən okean və materik tipli litosfer tavalarının bir-birinə toqquşma nəticəsində okean novları əmələ gəlir və ən dərin bu hissələr, okeanın ən dərin hissələri də həmin novlardır. Diqqətiniz üçün çox sağ olun. Videonun sonunda mütləq şəkildə deyək ki, refleksiya eləməyiniz vacibdir ki, nə öyrəndik bunu hər videodan sonra eləsəniz və ilk dəfələrdə eləyə bilməsəniz, çətinlik çəkirsəniz, narahat olmayın. Yavaş-yavaş vərdiş halına çevirsəniz, sizdə daha yaxşı alınacaq və uğur qazanacaqsınız. Uğurlar hər birinizə təşəkkür edirəm.